Verilmiş A, K nöqtələri Bakıdan, yəni biz Bakıdan gedəcəyik. Müvafiq olaraq hansı azimut istiqamətdə yerləşir? Yəni biz bu məntəqələrdən Bakıdan gedəcəyik. Bakı istiqamətindən Bakıdan gedəcəyik. Deməli, burada biz bunların yanında bir Bakını da çəksək. A yerləşir 15 sıfırdan solu, 15 qərb uzunluğu, 5 cənub endarəsi çünki ekvatorun sıfırdan aşağıdadır. K yerləşir 40, yenə qərb uzunluğu sıfırdan soldadır. 25 şimal endarəsində yerləşir. Gəlin Bakını bunların hər ikisinin yanında çəkək. Deməli, Bakı 40 şimal endarəsi, 50 şərq uzunluğu. Təqribə olaraq bura. 50 şərq uzunluğu. Bura Bakı. İndi bu Bakıdan həmin məntəqələrə getməliyik. 40 şimal endarəsi və 50 şərq uzunluğu. Bakıdan birinci A'ya gedək. Getdik A'ya. Bura bilirik qərb, bura cənub. Bura bilirik 180, bura bilirik 270. Bu da eləcək 225 yarısıdır. Deməli, 225 cənub-qərb. Yenə geçsək K'ya. Yenə geçsək. Yenə bu istiqamət 225 cənub-qərb. A variantı. Sonra sxema əsasən A məntəqəsindən, yəni A'dan gedirik. 0 dərəcəlik yuxarı doğru gedirik. Azimutla 4995 km hərəkət edən səyyahın çatacağı məntəqənin coğrafi koordinatlarını təyin edin. A'nın koordinatları 5 şimal endarəsi. Deməli, biz 0 azimutdan gediriksə, paralel dəyişmir. Yəni, 0 azimutdan gediriksə, 0 və 180 azimutdan gediriksə, paralel dəyişmir. Yəni, 0 və 180 ilə gediriksə, paralel dəyişmir. Daha doğrusu üzr üstə, meridian dəyişmir. Paralel dəyişir. Meridian dəyişmir. Meridian dəyişmir. Deməli, bu da 25, 45 arta gedirsə, deməli, meridianı olacaq 25 şərq uzunluğu. Bu qaldı belə. Yəni, bir daha deyirəm ki, meridian dəyişmir. Niyə? 0-180 azimutdan gedəndə meridian dəyişmir. 25 şərq uzunluğu. Digərlərini çıxaq. D getdi, C getdi, B getdi, qaldı A-la G. İndi gəlin tənasübümüzü quraq. Meridianla gedirsə, meridianla 0-180 meridian deməkdir. Meridianla gedirik. Meridianı da 1 dərəcə qoyulsunuzun tənasüb quraq. 1 dərəcə qoyulsunuzun 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Deməli, yazaq yerinə 1 dərəcə 111 kilometr. Gedilən dərəcəni bilmirik. Məsafəmiz 4995 kilometr. Tənasüb quraq. Gedilən dərəcə bərabər 111 kilometr. Daha vurulsun bərabərdir 4995 vurulsun 1. Gedilən dərəcə bərabər 4995 bölünsün 111. Deməli, 4995 bölünsün 111, 45 dərəcə. Gedilən dərəcə bərabər 45 dərəcə. Deməli, biz 45 dərəcə 0 azimut yuxarı getmişik. Bu 5-dirsə və yuxarı gediriksə, üstünə gəlir 45. Eləcək 50 şimal endarəsi B variantı. Yerin ölçüsü hansılar səhv verilmişdir? Ekvator açısı 6357. Əksinə ekvatordan daha böyükdür. Çünki qütblərdən basıqdır. Şimal qütbünə əsasən basıqdır. Yer cənubdansa biraz qabarıqdır. Ekvator 6357, 6378. 1 və 2 səhvdir. Digərlərinə baxaq. Ekvator çevrə uzunluğu 40076, meridian 40009, yerin müsahibi 510 milyon kvadrat kilometr. B variantı. Bunlar yerin dəyişik olmalıdır. Keçən növbəti. Bakıdan 0 azimutla 5550 kilometr. Məsələnin birinci hissəsini həll edirik. Sonra keçək ikinci hissəyə. Yəni, birbaşa eləmirik. Birinci ilə Bakıdan 0 azimut 5550 kilometr gedib deyir. Bakının koordinatı. 0 azimutdan gedirik, düzdürmü? 0 azimutdan gediriksə,
Nə dəyişmir? Meridian dəyişmir. Dəyişmir. Bakı meridianı nədir? 50, hələ ki. Bu qalır. Birinci dəfədə 50 şərq uzunluğu qalır. Bakıda yerləşir 40 şimal dairəsi. 0 azimutla belə 5550 kilometr gedib. Yəni baxaq ki, neçə dərəcə gedib. 1 dərəcə, deməli, meridian qoyulsun sonra 111 kilometr. Gedilən bucaq həqiqi məsafə. Yerinə qoyaq 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 5550 kilometr. Tənasüb qururuq. Gedilən dərəcə vurulsun 111 bərabər 5551. Gedilən dərəcə bərabər 5550 bölünsün 111. Gedilən dərəcə bərabərdir 50 dərəcə. Deməli, biz 50 dərəcə 0 azimutdan getmişik. 50 dərəcə 0 azimutdan getmişik. 50 dərəcə 0 azimutdan gəlin baxaq ki, birinci hissəsinə. Hara gedib çatıb? Deməli, 40-dan yuxarıya doğru gedib. 50 dərəcə, plus 50. 50, 60, 70, 80, gəlib çatıb 90. 90. Hara çatdı? Şimal qütbünə. Şimal qütbü. Yəni, bu məntəqə, məsələn, birinci hissəsində gəldi, çatdı şimal qütbünə. Şimal qütbünə gəldi, çatdı. İndi keçək məsələnin hissəsinə. İkincisi, sonra isə əks meridianla, yəni, bu 50 şərq uzunluğu idi. Çatdı bura 90 şimal dairəsi, 50 şərq uzunluğu. Yəni, gəldi bura çatdı. 50 şərq uzunluğu, 90 şimal dairəsi. İndi deyir, əks azimutla, daha doğrusu əks meridianla, yəni keçir o biri hissəyə. Təsəvvür bu yer kürəsidir. Bu 50 şərq uzunluğudur. Keçir əks tərəfə. Bunun əksinə. Bunun əksi biz bilirik ki, əks olacaq. Məsələn, 50 şərq uzunluğudursa, o olacaq 130 qərb uzunluğu. Niyə? 180-i tamamlayırıq. Və yaxud 180-dən çıxırıq. Çıxılsın 50. 130. Niyə qərb uzunluğu? Çünki deyir, əks tərəfə keçirsən. Qərb uzunluğu. Bir daha deyirəm. Meridian bitib 90 şimal dairəsində gəldi, çatdı. Keçir əks tərəf. Əks tərəfə keçəndə o həmin meridianı tapmaq üçün 180-dən çıxırıq. Çünki biz bilirik ki, meridianların dərəcəsi 180 dərəcə arasında dəyişir. Ona görə 180-dən çıxırıq, olur 130. Niyə qərb uzunluğu? Çünki əks tərəfə keçdik. Deməli, bizim meridianımız oldu 130 qərb uzunluğu. 130 qərb uzunluğu. Bunlar getdi. İndi baxaq ki, hansı en dairəsi? Deyir, sonra isə əks meridianla 180 azimutla 4440 kilometr yol gedib. Düşüb aşağı. Gəlin bunu tapaq. 4440. Yenə meridian uza gedir. Deməli, 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 4440 kilometr. 111 vurulsun gedilən dərəcə bərabər 4440 vurulsun 1. Gedilən dərəcə bərabər 4440 bölünsün 111. Gedilən dərəcə bərabərdir 40 dərəcə. Deməli, biz 40 dərəcə əks tərəfə getmişik. 40 dərəcə. Harada idik biz? Gəlib 90 şimal dairəsində idik. İndi ondan tezdən aşağıya doğru düşürük. Həmin o 90-dan çatmışıq bura. 90 şimal dairəsi. Ondan yenə aşağıya doğru. Neçə dərəcə? 40 dərəcə. Deməli, çıxırıq 40. 90 çıxılsın 40. 50 dərəcə. Şimal dairəsi. Niyə şimal? Çünki 0-a kimi şimal dairəsidir. Deməli, cavab A variantı. Boşluğu doldurun. Coğrafi xəritələr görə təsnif et, idarə etmə, tədris, elm məlumat, turistik və s. növlərinə ayırır. Coğrafi xəritələr, deməli, elmi, məlumat, bunlar, deməli, məzmununa görə təsərrüfat, idarə etmə, tədris, elmi, məlumat, turistik və s. növlərinə ayrılır məzmununa görə.
Daha doğrusu məqsədinə görə, məzmunu yox. Məqsədinə görə. A variantı. Hansı miqyas xəritədə generalizasiya daha böyük olur? Biz dedik ki, generalizasiya kəmiyyətə baxırıq. Miqyasın kəmiyyətinə. Miqyasın kəmiyyəti artdıqca generalizasiya artır. Generalizasiya artır. Daha böyük olur. Ən böyük kəmiyyət hansıdır? Generalizasiya odur. C variantı daha böyük kəmiyyət. Uyğunluğu müəyyən. Ekvatorun şimalda yerləşən, ekvatordan şimalda. Ekvatorun şimalda yerləşən B idi. Şimali Amerikadır. 1-ə B. 1-ə B. 1-ə B olmayanlar gedir. Sonra ekvatorla cənubda yerləşənlər. 2-yə Avstraliya. C. 2-yə C. 1-ə B, 2-yə C. Sonra ekvatorla kəsişənlər. 3-ə A, bir də D. 3-ə A, D, 2-yə C, 1-ə də B. C variantı. Bakı şəhər coğrafi koordinatları, Bakı şəhər coğrafi 52 şimal və 21 şərq uzunluğu olan Varşava şəhərindən hansı istiqamət? Varşava şəhərindən. Bir daha buna fikir verin. Varşava şəhərindən. İkisinin koordinatlarını çəkək. Deməli, Varşavanı çəkək. 52 şimal. 21 şərq uzunluğu. Bu Varşava. İndi Bakını çəkək. 40 şimal. 50 şərq uzunluğu. Bu da Bakı. Varşavadan Bakıya belə çəksək. Bura şərq, bura cənub olacaq. Cənub, şərq. Varşava şəhərindən hansı istiqamətdə? Cənub, şərq. Ya da Y variantı. Bakı şəhəri 40 şimal 110 şərq uzunluğundakı Pekin şəhərindən, yenə Pekindən, yəni ikisini çəkək koordinatlarını. Deməli, 40 şimal, 117 şərq. Pekin. Çinin paytaxtı. Sonra Bakı 40 şimal, eyni paralel üzərində yerləşir. 50 şərq uzunluğu. Bu da Bakı. Pekin şəhərindən, Pekindən. Bura cənub, bura qərb, bura şimal, bura şərq. Qərbdə yerləşir. D. 4 yarımkürədə yerləşən müvafiq materik və okeanlar 4 yarımkürə odur ki, ya ekvator kəsməlidir, ya Qrinviç meridianı kəsməlidir, ya da 180 dərəcə meridianı kəsməlidir. Afrika həm Qrinviç kəsir, həm ekvator kəsir. Sakit okeanı ekvatorda kəsir, 180 dərəcə meridian kəsir. Atlantik okeanı ekvator kəsir, Qrinviç meridianı da kəsir. Deməli, 4 yarımkürədə yerləşən həm Qrinviç kəsməlidir, həm ekvator kəsməlidir. Hər ikisi kəsməlidir. Şimali Amerikanı ekvator kəsmir. Avrasiyanı ekvator kəsmir. Avstraliyanı kəsmir. Cənubi Amerikanı kəsir, amma 0-180 kəsmir. Deməli, cavab A variantı. Verilmiş xəritələr hansında coğrafi obyekt vasitəsilə daha ətraflı təsvir olunmuşdur? Kəmiyyətə baxırıq. Miqyasın kəmiyyətinə. Miqyasın kəmiyyəti azaldıqca deməli, hadisələr daha ətraflı təsvir olunur. Təsvir edilir. Yəni, miqyasın kəmiyyəti azaldıqca daha ətraflı. Ən kiçik kəmiyyətə baxaq. Ən kiçik A-da 2.500.000, B-də 1 milyon,
C-də 10.000, Qubada 25.000, bu da 50.000. Ən kiçik kəmiyyət C variantıdır. Ən az generalizasiya məruz qalan xəritə. Generalizasiya kəmiyyətdən asılıdır. Kəmiyyət artdıqca generalizasiya artır. Yəni, kəmiyyət artdıqca generalizasiya artır. Burada azaldıqca generalizasiya azalır. Ətraflılıq artır. Ən az generalizasiya məruz qalan xəritə. Bunlar biz ərazinin sahəsinə baxırıq. Burada əgər ərazi çoxdursa, əlbəttə generalizasiya çox olacaq. Ümumiləşdirmə çox olacaq. Ərazi azdırsa, generalizasiya azalacaq. Ərazi, daha doğrusu həqiqi sahəni deyək də, həqiqi sahə yazaq. Həqiqi sahə deməli artdıqca generalizasiya artır. Artır. Həqiqi sahə artdıqca generalizasiya artır. Həqiqi sahə azalacaq, generalizasiya da azalır. Burada isə ən kiçik ərazi Xaçmaz rayonunun topoqrafik xəritəsidir. Sinoptik xəritələr göstərilir. Sinoptik xəritələr məzmununa görə xəritələr ikiyə də bölünürdü. Deməli, tematik, ümumi-coğrafi, bu isə sinoptikdə həmin tematik xəritələr aiddir. Bir də atmosfer cəbhələrini biz aid eləyə bilərik.